Qarabağ Çempionlar Liqasının əsas mərhələsində ev oyununda Niderland nəhəngi Ajaxa 2-4 hesabı ilə uduzdu. Final fitindən sonra dərhal günahkar axtarışları başladı. Sosial şəbəkələrdə və mətbuatda əvəz etmələr, taktika və oyuncu seçimləri barədə sərt tənqidlər səsləndi. Hamı günahkar axtarırdı və tək hədəf olaraq baş məşqçi Qurban Qurbanov göstərildi. Bəziləri onu haqsız tənqid edir, bəziləri isə hesab edir ki, məğlubiyyətin bütün məsuliyyəti baş məşqçidədir. Hətta sosial mediada alay şəkilləri, ironiya və sərt sözlər yayıldı. Amma gerçək belədir ki, Azərbaycan futbolu hələ Avropanın nəhəng komandaları ilə rəqabət aparmaq səviyyəsində deyil. Zirə, Sabah, Araz Naxçıvan kimi komandalar artıq birinci mərhələdə ələnərək ölkəyə qayıdıblar. Biz böyük məqsədlərə çatmaq istəyirik, amma reallıq göstərir ki, hələ çox addım atılmalıdır. Qurban Qurbanov isə uzun illərdir klubunu böyüdüb, komandaya beynəlxalq səviyyədə təcrübə qazandırıb. O həm oyunçu, həm də baş məşqçi kimi Azərbaycan futbolunun simvoludur. Lakin bu dəfə məğlubiyyətin yükü onun üzərindədir. Bakıda yaşayan azarkeşlər və medianın təzyiqi böyükdür. Hamı nəticə istəyir, amma nəticəyə gedən yol uzun və çətindir. Hər uğursuz nəticədə günahkar axtarmaq sadədir, lakin Qurban Qurbanovun komandası onsuz da çox şey qazanıb və hələ də böyüməkdədir. Sizcə, bu məğlubiyyətdə günah təkcə Qurban Qurbanovdadır, yoxsa Azərbaycan futbolunun ümumi səviyyəsi də rol oynayır? Fikrinizi şərhlərdə bölüşün. Daha çox futbol xəbəri, analiz və canlı şərhlər üçün kanalımıza abunə olun və bildirişləri açın.